Salam qızlar, yeni gələn videolarından xəbərdar olmağınız üçün kanalıma abunə olub, videolarımı bəyənərək mənə dəstək ola bilərsiniz. Xoş izləmələr. Kanalımı bəzəyən növbəti videomuz bu cür şirin ördək balası olacaq. Əgər mənimlə bir yerdə toxumaq istəyirsinizsə, bunun üçün bizə nə lazımdır? Yarın art cinsin bu cür qəşəng mavi rəngi, yarın art cinsin ağ rəngi və yarın art cinsin sarı rəngi, milçəmiz, qayçımız, bir cüt gözümüz və brelok aparatımız lazımdır, açarlıq aparatı lazımdır. Elə isə başlayaq. Bismillah. Birinci bizə sehirli halqa lazımdır. Sehirli halqamızı edirik. Sehirli halqamızın içinə 6 dənə ilməmizi yığırıq. 1, 2, 3, 4, 5 və 6. 6 ilməmizi yığdıq. Sehirli halqamızı bağlayırıq. Sonuncu ilmə ilə birinci ilməni ilmə sürüşdürmək ilə bir-birlərinə birləşdiririk və başlayırıq. İndi bu 6 ilməni 12 ilmə etməliyik. Bunun üçün nə edirik? Hər ilməmizin içərisinə 2 dəfə toxumaqla 1, 2, 12 ilməyə çatdırmış oluruq. Yenə də 1, 2. Baxın, birinci yenə də ilməmizin içərisinə bir dənə toxuduq. Sonra eyni ilmənin içərisinə 2 dəfə toxuyuruq və bu yolla artırmış oluruq. Yenə də baxın, növbəti ilmənin içərisinə bir dəfə toxuduq. Sonra eyni ilmənin içərisinə ikinci dəfə toxuyuruq və artırmış oluruq. Yenə də bir dəfə toxuyuruq, 2 dəfə toxuyuruq. Eyni ilmənin içərisinə 1, 2. Hal-hazırda burada 12 dənə ilmə oldu. İndi bu 12 ilməni 6 dənə ilmə artırmaqla 18 ilməyə çatdırmalıyıq. Bunun üçün nə edirik? Növbəti ilməyə bir dəfə toxuyuruq. Sıradakı ilməyə 2 dəfə toxuyuruq. Yenə bir dəfə toxuyuruq. Növbəti ilməyə 2 dəfə toxuyuruq. Yəni bir toxuyuruq, bir dənə artırırıq. Bir dənə toxuyuruq, bir dənə artırırıq. Sıra sonuna qədər. On 18 dənə ilməmiz oldu. İndi bu 18 ilməni 6 ilmə yenə də artırmaqla 24 ilməyə götürüb çıxartmalıyıq. Bunun üçün nə edirik? 2 dəfə toxuyub, bir dəfə artırırıq. 2 dəfə toxuyuruq. Baxın, burada artırılma yeri var. Bir dəfə artırırıq. Və yenədən 2 dəfə toxuyuruq. Bir dəfə artırırıq. Sıra sonuna qədər bu cür davam edirik. 2 dəfə toxuyuruq. Bir dəfə artırırıq. Sıra sonuna qədər bu cür davam edirik. Burada oldu 24 ilmə. Bizə amma 30 ilmə lazımdır. İndi yenə də növbəti sırada 6 dəfə çoxaltmaqla 30 ilməyə gəlib çıxırıq. Və yenidən başlayırıq. 1, 2, 3. 3 dəfə toxuduq. Görürsünüz, burada artırma yeri var. 2 ilmə yan-bayandır. Bir dəfə artırırıq. 1, 2, 3. 3 dəfə toxuyuruq. Və 2 ilmə yan-bayandır. Bura artırılma yeridir. Sıra sonuna qədər bu cür davam edirik.
Sonda baxın 4 dənə ilməmiz qaldı. Yenə də 1, 2, 3, 3 dənə toxuyuruq. Bir dənə artırırıq. Buranı unutmayın. 3 dəfə toxuduq, bir dəfə artırdıq. Sonra 3 dəfə toxuyub bir dəfə azaldacaq. Ona görə bunu yadınızda saxlayın. 3 dəfə toxuduq, bir dəfə artırdıq. İndi burada 30 dənə ilmə oldu. Bu 30 ilməni 4 sıra düz toxuyuruq, azaldıb artırmadan. Sadəcə düz toxuyuruq. İşarəliyim ki, yerimizi itirməyim. Dörd sıra düz toxuyum, gəlirəm. Gəldik 4-cü sıramıza. 2 ilmə qalmışdı. Toxudum. İndi üç dənə toxuyub bir dənə azaldacağıq. 1, 2, 3. Əvvəlcə işarətləyicini qoyun. Birinci ilməni işarələyirəm. Bir dənə azaldırıq. Yenə də 1, 2, 3. 3 dənə toxuyuram. Bir dənə azaldıram. 1, 2, 3. Üçüncünü toxuduq. Bir dənə azaldıram. 1, 2, 3. Üçüncünü toxuyuram və bir dənə azaldıram. 1, 2, 3. 3 dənə toxuyuram. Bir dənə azaldıram. Və növbəti 1, 2, 3 dənə toxuyuram və bir dənə azaldıram. Burada oldu 24 dənə ilmə. İndi bu 24 ilməni çoxaldıb azaltmadan 2 sıra toxuyuram, gəlirəm. 2 sıra nə azaldırıq, nə çoxaldırıq. Toxuyuruq, gəlirik. 2 sıra düz toxudum, gəldim və 2 ilməm qalıb, onu da toxuyuram. 1, 2. İndi 2 dənə toxuyuram, bir dənə azaldıram. 1, 2. 2 dənə toxudum. İşarətləyicini qoydum. Bir dənə azaldıram. Gördünüz belə. Sonra yenə 2 dənə toxuyuram. Bir dənə azaldıram. Yenə 2 dənə toxuyuram. Bir dənə azaldıram. 2 dənə toxuyuram. 1, 2. Bir dənə azaldıram. Və sonuncu 2 ilməni toxudum. Bir dənə azaltdım. Oldu burada 18 dənə ilmə. İndi bu 18 ilməni bir sıra artırıb azaltmadan toxuyuruq. İçərisini də az da olsa doldururuq ki, sonra burada məsafə azalanda bizim üçün çətin olmasın. İndi bunu bir sıra düz toxuyuruq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 18 dənə ilməmizi toxuduq. İndi isə bir dəfə toxuyuram, bir dəfə azaldıram. Bir dəfə toxuyuram, bir dəfə azaldıram sıra sonuna qədər.
Burada 12 ilmə qalmalıdır. 1, 2, 3, 4, 5, 6. 2, 2 saydıq. Burada 12 dənə ilmə qaldı. İndi bu 12 ilməni bir dəfədən bir sırada düz toxuyuruq, artırıb azaltmadan. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Məsafə azaldıqca içərisini doldurmağı unutmuruq. İndi yenidən azaltmağa başlayırıq. Bu dəfə 6 dəfə azaldırıq. 1, 2, 3, 4, 5 və 6. 6 dəfə azaltdıq. İndi 2 sıra düz toxuyuruq. 1, 2, 3, 4, 5, 6. Bir sıra. 1, 2, 3, 4, 5 ve 6. Bu da oldu ikinci sıramız. İndi iplərini yığışdıraq. Belə ördəyimizin gövdəsi hazırdır. İndi isə başlayırıq üzünü düzəltməyə. Deməli, üzü üçün nə edirik? Sapımızı götürürük, sehirli halqamızın içərisinə 6 dənə ilmək yığırıq. 1, 2, 3, 4, 5, 6. Bu 6 ilməni on iki ilməyə çeviririk. Yəni 6 ilməni 2 dəfə çoxaltmaqla, hər ilməni 2 dəfə toxumaqla 12 ilmə eləyirik. Burada oldu 12 ilmə. İndi bu 12 ilməni 6 ədəd ilmə çoxaltmaqla 18 ilmə eləyirik. Bunun üçün bir toxuyuruq, bir artırırıq. Yenidən bir toxuyuruq, bir artırırıq sıra sonuna qədər. Burada oldu 18 ilmə. Bu 18 ilməni 24 ilmə eləyirik. Bunun üçün yenidən artırırıq. Yəni bir toxuyuruq, ikincini də toxuyuruq, üçüncü ilmədə artırırıq. Yenidən 1, 2,
3. Üçüncüdə artırırıq. Sıra sonuna qədər 2 toxuyuruq. Üçüncü ilməni artırırıq. Üçüncü ilməni 2 dəfə toxuyuruq. Burada oldu 24 ilmə. Bu 24 ilməni indi 30 ilmə edirik. Bunun üçün 3 dəfə toxuyuruq. 3 dənə ilmə toxuyuruq. 4-cü ilmədə artırma edirik. Və yenidən 3 dənə ilmə toxuyuruq. Görürsünüz, artırma yerinə gəldik. Və artırırıq. Sıra sonuna qədər bu cür davam edirik. 3 dənə toxuyuruq. 1 dənə artırırıq. Burada oldu 30 ilmə. İndi bu 30 ilməni 6 dənə də artırırıq. Edirik 36 ilmə. Bunun üçün 1, 2, 3, 4. 4 dəfə toxuyuruq. 1 dənə artırırıq. Və yenidən 1, 2, 3, 4. 4 dənə toxuyuruq və artırırıq. Burada oldu 36 dənə ilmə. İndi dimdiyin, ördəyinin dimdiyinin bu hissəsinə gəlirik. Bu hissəni necə toxuyuruq? Keçirik sarı ipə. Əvvəlcə bir dənə balaca ilmə düzəldirik özümüz üçün. Sonra burada sonuncu ilməni sona qədər toxumuruq. Bu 2 ilmənin içərisindən sarını toxuyuruq. Yəni ikinci rəngə keçirik. İndi başlayırıq. 2 dənə toxuyuruq. Bir dənə artırırıq. 2 dənə toxuyuruq. 1 artırırıq. Və yenidən 2 dənə toxuyuruq. 1 artırırıq. Sıra sonuna qədər. Toxuyun gəlin. Siz də o cür davam edin. 2 toxumaq, 1 artırmaq. Sıra sonuna gəldik. 2 dəfə toxuduq. 1 dəfə artırdıq. Mavi sapı kəsək. Mən burada düyün vururam ki, möhkəm olsun. Belə. İndi baxın, ördəyimizin dimdiyinin qalınlığı var. Amma burada yoxdur. Belə göstərim sizə. Görürsünüz, yoxdur. Bu qalınlığı necə edirik? İlmə sürüşdürməklə hər ilmədən ilməni sürüşdürərək sıra sonuna qədər davam edirik. İlmə sürüşdürməni baxın necə edirik. İlmədən milçəni keçirdik, ipi götürdük, növbəti ipdən keçirtdik. Yenidən ilmədən milçəni keçirtdik, ipi götürdük, toxuduq. Və belə sıra sonuna qədər davam edirik.
Bitirim gəlim. Gəldik sonuna çatdıq. İndi ipimizi biraz uzun kəsirik. Və bu ipimizi də içəridə gizlədirik. Biraz qısaldırıq. Baxın, belə. Demək olar ki, hazırdır. İndi bunu ipimizi uzun saxlamışdıq axı. Üz formasını düzəldək. Bunun üçün istəsəniz qaynar kleylə, yəni termokleylə içərisinə yapışdıra da bilərsiniz. Baxın, bu formada. Amma istəsə tik edə bilərsiniz. Mən tikirəm. Kimə necə rahatsa o cür edə bilər. Baxın, fikir verməliyik ki, buradan nə qədər tikdiksə, buradan da o qədər tikməliyik. Yəni, ona fikir verməliyik. Baxaq, bura qədər, bu da bura qədər. Ağız üçün bu qədər yer bəsdir məncə. Ya biraz da tikə bilərik. Bu qədər bizə bəsdir. İndi nə edirik? İstəsəniz qırıb da buradan davam eləyə bilərsiniz ipi. Amma mən bu içərisindən keçirdəcəm ipi. Eyni rəng ip olduğu üçün onsuz da bilinməyəcək. Baxaq. Bunun içərisindəki ipin falan görünməyindən narahat olmayın. Gözləri gələndə ağız hissəsi bağlanacaq. Baxın belə. Görürsünüz? Yəni ona görə narahat olmayın. Belə. Buradan bərkidirik biraz. Belə. İpimizi kəsirik. Oldu. Bunu qoyuruq bura. İndi keçirik göz hissələrinə. Gözü üçün yenə də sehirli halqa edirik. Bu sehirli halqanın içərisinə 6 dənə ilmək yığırıq. 1, 2, 3, 4, 5, 6. İndi bu 6 dənə ilməni hər ilmədən 2-2 toxumaqla 12 ilmə edirik. 1, 2, 3, 4, 5, 6. Burada oldu 12 dənə ilmə. Bizə 16 ilmə lazımdır. Ona görə 2 dəfə toxuyuruq. 1 dəfə artırırıq. Yenidən 2 dəfə toxuyuruq. 1 dəfə artırırıq. 2 dəfə toxuyuruq. 1 dəfə artırırıq. Və sonuncu artırmamızı eləyirik. 2 dəfə toxuyuruq. 1 dəfə artırırıq. Burada oldu 16 dənə ilmə. İndi bu 16 ilməni artırıb azalmadan 2 sıra toxuyuruq. Toxuyum gəlim. Toxuduq gəldik. İndi ipimizi biraz uzun saxlayırıq. Niyə görə? İndi göstərəcəm niyə görə. Və üstə qalan ipini içəridə gizlədirik.
ipini biraz qısaldırıq. Bir zəmanəçiliyi törətməsin. Bu bizim ördəyimizin bir gözü, göz qapağı və bu da ikinci göz qapağı. İndi ördəyimizin gözünün ağını düzəldirik. Bunun üçün ağ ipimizi götürürük. Sehirli halqa edirik. Sehirli halqanın içərisinə 6 dənə ilmək yığırıq. 1, 2, 3, 4, 5, 6. Bu 6 ilməni tam qapartmırıq. Çünki bunun içərisinə gözümüzü salacaq. Ona görə hələm tam qapartmırıq. Və yenidən sonuncu ilməklə birinci ilməni ilmə sürüşdürməklə bir-birinə birləşdiririk. Və yenidən bu 6 ilməni 12 ilmək edirik. 1, 2, 3, 4, 5 və 6. İndi isə gözü bura salırıq. Sonra sehirli halqamızı nə qədər istəyirik dartıb kiçildə bilərik. Belə. İndi isə bu kilidi bura vurmalıyıq ki, göz buradan qopub düşməsin, amma vura bilmirik. Çünki bu iridir. Gözlər balacadır. Bunun üçün nə edirəm? Əgər sizdə kilidlər balaca olsa, vura bilərsiniz kilidini. Yox, böyüdürsə, alışqanla bunu yandırırıq, diqqətli oluruq, toxuduğumuza ziyan vurmayaq, yandırmayaq. Yandırırıq, mən burada alovu göstərə bilməyəcəm, amma qıraqda yandırın. Baxın. Alışqanla da sıxırıq. Görürsünüz? Əla oldu. İndi burada 12 ilmə var. Bu 12 ilməni 2 sıra düz toxuyuruq, artırıb azaltmadan. İki sıra düz toxuduq. İndi başlayırıq azaltmağa. 2-2 elə azaldırıq. Azaldırıq. Azaltdıqca burada məsafə də azalır. Və onun içərisinə biraz sindifon doldururuq. Əlimizlə tutaq ki, sindifonlar içindən qaçmasın. Balaca olduğu üçün. Yenidən azaldırıq. İpimizi kəsirik. İndi burada artıq olan ipləri yox edirik. Belə. Buraları biraz qısaldırıq. Bu bir gözümüz, bu ikinci gözümüz. İndi göz qapaqlarını götürürük. Baxın belə. Gözümüzü içərisinə əlavə edirik. İynəmizi saplayırıq və səliqə ilə
başlayırıq gözü bunun içərisinə tikməyə. Sıxmadan. Əlimizdə düzəldə. Belə. Gözümüzün biri hazır. Onu bura tikə bilərik. Siz istəsəz termokley ilə də kleyləyə bilərsiniz. Amma mən daha sağlam olsun deyə tikirəm. Belə bir gözümüz. İpi buradan kesək. Əslində kəsməyə də bilərik, o bir gözümüzü də tikə bilərik. Amma ki, onun üçün qısa oldu ipimiz. Bu bizim bir gözümüz. İndi ipimizdən yenidən götürürük. Düğümləyirik. Bunun içərisində özümə daha yaxın olsun deyən hərdən qaldırıram işi. Bu gözə baxaq. Ona uyğun toxuyaq. Belə ikinci gözümüzü də götürürük bura. İkinci gözümüzü də tikim gəlirəm. Gözlərimiz də hazır. İndi bizə qanadlarını toxumaq qalır. Deməli, bunun üçün də sehirli halqa edirik. Sehirli halqanın içərisinə 6 dənə ilmək yığırıq. 1, 2, 3, 4, 5, 6. 6 dənə ilmək yığırıq. Bu 6 ilməni 2-2 artıraraq 12 ilmək edirik. 1, 2, 3, 4, 5, 6. Oldu 12 dənə ilmə. İndi bu 12 ilməni bu cür qatdalayırıq və başlayırıq toxumağa. Qanadımızın biri hazır. İpimizi biraz uzun saxlayaq. Qanadımızın biri hazır. Bu ipimizi də yox edək. Qanadımızın ikincisi də hazır. İndi bizə sarı ip lazımdır. Sarı ip üçün 7 dənə. İndi ördəyimizin ayaqlarını toxuyuruq. Sarı iplə 7 dənə zəncir çəkirik. 2, 3, 4, 5, 6, 7. 7 dənə zəncir çəkdik. İndi bu 7 zənciri milçənin üzərinə ip alırıq. 1, 2, 3. Üçüncü ilmənin içərisinə ikili trabzan toxuyuruq. 2 dənə zəncir çəkirik və
zənciri başladığımız yerdən ilmə sürüşdürmə edirik və yenidən ipi milçənin üzərinə alırıq. Eyni yerə, yəni zəncirin 3-cü ilməsinə eyni yerə bir dəfə də ikili trabzan toxuyuruq. Yenidən 2 dənə zəncir çəkirik. Yenidən zənciri başladığımız ilməyə bu dəfə bir dənə sıx iynə toxuyuruq. Və yenidən ipi alırıq milçənin üzərinə. Yenə eyni yerə, yenə ikili trabzan, 1, 2 dənə zəncir çəkirik və zəncirləri çəkdiyimiz yerə ilmə sürüşdürməklə birləşirik. Sonra görürsünüz, bu ikili zəncir çəkdiyimiz sütun yoxdur. Həmən o sütunun ortasına ilmə sürüşdürməklə bir dəfə ilməni sürüşdürürük. Sonra həmin bu 3-cü zəncir olan yerə, amma arxa tərəfinə ilmə sürüşdürürük ki, burada boş yer qalmasın. Sonra 3 dəfə də zəncir çəkirik, ilmə sürüşdürürük. Bir, ikinci ilmədən ikinci və 3-cü ilmədən də oldu belə. Ördəyimizin bu 1, bu da 2. Ördəyimizin ayaqları. Burada ipi qısa kəsəcəyik. Bunları yığırıq. İndi başlayırıq birləşdirməyə. Ördəyimizin qanadının birini birləşdiririk. Baxın. Bir gövdədən götürür, bir qanaddan götürürük. Sonra növbəti gövdədən götürürük, qanaddan götürürük. Bu bizim bir qanadımız. İndi növbəti qanadımıza keçirik. Eyni sırada olmağına diqqət edirik. Belə. Və yenidən. Yenidən gövdədən götürürük. Yenidən qanaddan götürürük. İpimizi kəsirik. Bu bizim ördəyimizin qanadları. İndi ördəyimizin ayaqlarını tikirik. İçində sindifonlar biraz o yana bu yana yığıla bilər. Əlinizlə düzəliş edin. Bu bizim ayağımızın biri. Baxın, bir dənə buradan götürürük. Bir dənə buradan. Yenidən eyni yerdən çıxırıq. Yenidən ördəyimizin ayağından iynəmizi salırıq və gedirik növbəti ayağı tikməyə. Bu belə. Bunu da gizlədirik.
Bu belə. İndi bunu da bura tikəcəyik. Ördəyimizin ayağının ikincisi də hazır. İpimizi kəsirik. Sonra bunu da kesək. Bunu bura tikək. Belə. Və belə ördəyimiz hazır. İndi ördəyimizin brolokunu asmaq üçün, açarlığı asmaq üçün ipini hazırlayırıq. Bunun üçün zəncir çəkirik. Zəncirin ölçüsü sizin istəyinizə uyğun, nə qədər istəsəz çəkə bilərsiniz. Zəncir çəkdiyimiz bu cür ölçürük. Əgər ölçüsü bizi qane edirsə, dayandırırıq. İpimizi biraz uzun kəsirik. Baxırıq zəncirin hər iki üst tərəfi bu cür eyni istiqamətə baxsın. Hər iki tərəfi də. Bunları bir-birinə əvvəlcə tikirik. Düyünlüyürük. Qısa ipimizi kəsirik. Sonra bunu bura baxın, belə yenidən buradan salırıq. Buradan yenidən çıxardırıq. İpimiz ilişdi bura. Yenidən tikirik, möhkəm olsun. Bitiririk, kəsirik. Sonra bizdə beləncə brolok üçün, açarlıq üçün aparat var. Onun zəncirini özüm çıxartmışam. Bu cür zənciri əlavə edirik. Açarlığımız hazır. Belə. Əgər sona qədər məni izlədinizsə, zəhmət olmasa kanalıma abunə olub, videolarımı bəyənib rəy yazmağı unutmayın. Təşəkkür edirəm.